Dodo komandanın kapitanı Dodo'dur. 18 Vadim Abdullayev, 19 Aleksey Gay, 21 Arif Daşdemirov, 44 Rafael Santos, komandanın baş məşqçisi Roman Grigarchuk'dur. Birində oyunda 4-cü hakim funksiyasını isə Ziya Nesirov yerinə yetirəcək. Oyunun AFFA nümayəndəsi Namik Məstanov, oyunun hakim inspektoru isə Rövşən Əhmədovdur. Yer alırdı. Qəbələnin ilk dövrədəki bombardiri, mən deyərdim, 6 topla. Bu arada maç başladı. Kəpəz oyuna başlayır. Kərim Diniyev topu irəli göndərir. Julien Eba, Antonov bugün start heyətində yoxdur. Diqqəti çəkən məqamlardan biridir. Gəlin cərimə zərbəsini izləyək, o vaxtda danışarıq. Meydanda da maraqlı hadisələr baş verir. Cərimə zərbəsi qarşılaşmanın 16-cı dəqiqəsi başlayıb. Juninho cərimə zərbəsini yerinə yetirir. Juninho qapı dirəyi Qəbələni qoldan xilas etdi. Baş ağrısı ola bilər rəqibə. Zərbənin təkrarını bir daha izlədi. Qapı dirəyi, Popoviç uzandı, amma qapı dirəyi Popoviçin ən yaxın dostu idi bu epizodda. Əsgərov idi bu. Aleksey Antonov cərimə zərbəsini o yerinə yetirir. Aleksey Antonov cərimə meydançasına göndərdiyi top başla zərbə. Top qapıdan aralı keçir. Burada Stankoviç topa yələndi. Dodo indi əla ötürmə Antonov istiqamətinə cərimə meydançasına girdi, ötürməni etdi. Son anda Uzaqlaşdıran Abdurrahman. Küncdən zərbə. Yox, out atışı bizim olduğumuz mövqedən. Meydanın həmin hissəsi biraz çətin görünür tamaşaçılar. Odur ki, üzürlü sayın. topu irəliyə göndərdi Namiq Ələsgərov. Əla ötürmə Budaq Nəsirov istiqamətinə. Budaq Nəsirova pressing var. Budaq cərimə meydançasına girdi. İndi Julien Eba! Julien Eba qarşılaşmanın 26-cı dəqiqəsində Kəpəzi hesabda önə çıxaran qolu vurur. Dəqiqə qalxdılar. Budaq Nəsirov özü sol cinatan irəlilədi. Ötürmən edir. Bir toxunuşla Julien Eba Andrey Popoviçin qoruduğu qapıya yol tapır və hesab açılıb artıq Gəncədə, hörmətli tamaşaçılar. 1-0 Kəpəz irəlidədir. Futbol abu-havası var. Gücdən zərbə, cərimə meydançasında Gəncə komandasının 4 futbolçusunu mən görürəm. 5-ci də gəldi Şəhriyar Rəhimov. Yaxın gözə göndərilən top. İkinci top vurulacaqdı. Hücum davam edir. Şəhriyar Rəhimov növbəti gün zərbəsi. Bax, bu cür zərbəyə görə. Bu isə bir qədər əvvəl ikinci qola yaxın olduğu an idi. Şəhriyar Rəhimov yaxın küncdə bir toxunuşla topu elə yaxın küncə, qapının yaxın küncünə göndərmək istədi. Şəhriyar Əliyev idi bu üzr istəyirəm hörmətli tamaşaçılar. Amma Ermin Zeyt səhvə yol verir. Şəhriyar Əliyev, Namiq Ələsgərov. Mükəmməl zərbə. Qapı tirinin üzərindən meydanı tərk edir. Namiq Ələsgərov bu rakusdan zərbənin trayektoriyası, topun trayektoriyası həqiqətən də daha yaxşı göründü. İşarə veriləndən sonra cərimə zərbəsini yerinə yetirəcək. İşarə gəldi Fariz Yusufovdan. Ötürmə Aleksey Qayın başla zərbəsi. Top qapıdan azacıq aralı keçir. Gəncədə hesab 1-0'dır. Təkrar izləyirik hörmətli tamaşaçılar. Yaxşı düşünmüşdü ev tapşırığı. Bütün komanda ilə. Ambulans xəstəxanaya yola düşür. Biz də həmin ambulansı görürük içərisində Zenyov. Maşından da düşürüldü Zenyov. Özü irəliləyir. Rejissorlarımız bizə onu təqdim edə bilsələr Zenyovun. Yox, təəssüf ki, bunu artıq bacara bilməyəcəyik. Çünki soyunub geyinmə otağına tərəf yollandı artıq Zenyov. Zərbə ilə şansını yoxlamaq qərarına gəldi. Amma bu zərbə qeyri-dəqiq oldu. İndi Junior'un ötürməsi. Kəpəz 2, Qəbələ 0. Burada izləyirik. Junior'un ötürməsi Namiq Ələsgərov sona qədər mübarizə apardı. Popoviç. Müdafiəçilər gəlmişdi artıq. Təhlükəni uzaqlaşdıracaqdı. Mənə gəlir Vojislav Stankoviç və Məhəmməd Mirzəbəyov ilk qolda. Qəbələ futbolçuları Aleksey Gay istiqamətini ötürmə. Gay cərimə meydançasını aşırdı. Başla zərbə. Santos. Rafael Santos. Amma bu qol olsa, bu epizod nələr baş verəcəyini həqiqətən proqnozlaşdırmaq çətin idi. Dayaq yanı müdafiəçini meydandan çıxardı. İndi başla zərbə, top qapıdan azaralı keçir. Əla imkanı idi. Nədənsə alınmır bugün Qəbələnin hücumları. Çərçivəyə düşə bilmirlər ümumiyyətlə. Heç bir əsas yox idi. Baxın, təkrar izləyək. Ermin Zeyt bomboş qaldı. Başla zərbə də vurdu. Top çərçivədən azca aralı keçdi. İsa Arif Daşdemirov geriyə oynayır və Popoviç önə çıxaraq topu qarşılayır. Namiq Ələsgərov artıq pis öyrəşib. Popoviçin səhv elədiyini bilir. Və növbəti isə Julien Eba! Kəpəz 3, Qəbələ 0. Julien Eba! Artıq Qəbələnin bütün ümidlərini Kəpəz məhz bu meydanda, bu
örtüyə bastırır deyə bilərəm. Məncə Qəbələnin bütün ümidlərini Popoviç bastırdı bugünkü oyunda. Razılaşma olar. Müdafiəçilərin kobud səhvi, Popoviçin kobud səhvi. Popoviç 3 futbolçunun əhatəsində olan Vadim Abdullayevə ötürmə edir. Səhv etmirəmsə Vadim Abdullayev idi. Elədir ki var. Popoviç Vadim arxasını görmürdü. Amma Popoviç onun Julien Ebanın arxadan gəldiyini görür. Niyə məhz ora? Bir qədər irəli, qüvvətli zərbə ilə topu irəli doğru çıxartmaq olardı. Qəbul eləyir Abdurrahman. Rəşad Eyyubov. Rəşad Eyyubovun cəlmə meydançasına göndərdiyi top. Simaitis bu təsəlli qoluna da imkan vermir. Ziya Nəsirovun işarəsi ən azı 3 dəqiqə və biz sizlə sağollaşacağıq. Buradan ötürməmiz 350 kilometr aralı Bakıya olacaq. Mən edərkən səhvə yol verdi. Aleksey Qay. Elvin Cəbraylı idi. O Budaq Nəcirovu əvəzləyib və uzaqdan zərbə Tadas Simaitis Aleksey Qayın bu zərbəsinin qarşısını kəsir. Bəli, bəli. Növbəti dəfə küncdən zərbəni yerinə yetirdi. Bu dəfə daha fərqli şəkildə Arif Daşdemirovla oynadı Antonov. Bəxtiyar Sultanov əla keçdi rəqibindən Santosdan. Sol cinaha oynadı. Namiq Ələskarov geriyə və Fariz Yusufovun penalti səslənir. Bu penalti Kəpəzin Qəbələ üzərində 3-0 hesablı qələbəsini rəsmiləşdirir.